Nəyə başa düşməsin, deyərsən təkrar izah eləyərəm. Yaxşı? Deməli, başlayırıq ilk öncə əvvəl ofis proqramlarını keçək də, düzdür? Word, Excel, PowerPoint, bunlar istəmişdiniz də, elə? Bəli. Aha. Deməli, ilk öncə başlayıram klaviaturanın düymələrindən. Yəqin ki, bilirsən klaviaturanın düymələrini, amma yenə də hər ehtimala qarşı ilk öncə başlayaq klaviaturanın düymələrini. Ekranda gördüyümüz hal-hazırda klaviaturanın bir qism düymələridir. Ümumilikdə klaviatura özü nə qurğusudur klaviatura? Girişdir, çıxışdır, nə qurğusudur? Nə deyirlər? Giriş qurğusu deyirlər. Çünki klaviaturanla biz informasiya daxil edirik. Yəni kompüterə yazı daxil edirik. Bizim daxil etdiyimiz bütün qurğular, nə informasiyanı kompüterə biz daxil ediriksə əlimizlə və yaxud da nə bilim qulağımızla, nə bilim yaddaş qurğularına, yəni ümumiyyətlə biz informasiyanı daxil etdiyimiz qurğular olur giriş qurğular vasitəsilə. Klaviaturada bunların ən başda gələn düymə qurğusudur. Klaviaturaya da deyirlər giriş qurğusu. Klaviaturanın ümumilikdə 104 dənə klavişi olur. Orta hesabla 104-110 arası deyirlər. Çünki hər klaviatura bir-birindən fərqlənir kompüterlərə görə. Amma özü ayrılır 3 hissəyə. Biri olur bizim ekranda gördüyümüz fonksiyonal düymələr F1-dən F12-yə qədər. Sonra olur xidməti, hərf, rəqəm, simvol, xidməti klavişlər deyirlər buna. Bizə xidmət göstərən xidməti klavişlər. Bir də kursorun idarə etməsi düyməsi deyirlər. 3 qrupa bölünür. Fonksiyonal düymələrin hərəsinin özünə məxsus funksiyası var. Adından da göründüyü kimi. Məsələn, amma hər kompüterə də belə deyək də aid deyil bu. Müxtəlif, məsələn, F1 düyməsi bəzi kompüterlərdə səsin azaldılması üçün istifadə olunur. Nə bilim, F5 düyməsi ekran işığını artırmaq üçün istifadə olunur. Amma hər bir kompüterə də aid deyil bu. Təkrar edirəm. Çünki hər klaviaturanın özünə məxsus funksional düyməsi var. Hə, indi bu funksional düyməsindən biz çox istifadə eləmirik. Adətən kompüteri söndürmək üçün istifadə edirik. Alt düyməsini tutub saxlayıb F4 düyməsini basmaq şərti ilə. Ən çox bizə lazımdır xidməti klavişlər. ESC düyməsi nə üçün istifadə olunur? Ləğv etmə düyməsidir. Məsələn, oyun oynayırsınız və yaxud da əliniz dəyib hər hansı bir proqram açılıb, mən onu nə qədər eləyirəm, ləğv eləyə bilmirəm, bağlaya bilmirəm. O zaman ESC düyməsini bir dəfə çıqqıldadanda həmin pəncərə bağlanmış sayılır. ESC düyməsi ləğv etmə düymədir. Tab düyməsi klaviaturanın ikinci düyməsidir. Tab düyməsi. Buna bəzən klaviaturada ox işarəsi qoyurlar yerinə. Sağa, sola ox işarəsi. Yəni hər klaviaturada ola bilər sənin evdəki kompüterində bunun adı tab olmaya bilər. Tab yazmaz üstünə. İşarə qoyar sağa, sola ox işarəsi. Bu nə deməkdir? Yazını abzasdan başlatmaq üçün istifadə olunan düymədir. Tab düyməsini basanda, necə ki Azərbaycan dilində yazı yazanda söz abzasdan başlamır. Word-də də, kompüterdə də biz sənəd yazanda adətən abzasdan başlayırıq da. Abzasdan başlananda bu tab düyməsini basmaq lazımdır. Caps Lock düyməsi bütün hərfləri böyünən yazmaq üçün istifadə olunur. Caps Lock düyməsi bütün hərfləri böyünən yazırıq. Shift düyməsi tək istifadə olunmur. Məsələn, caps lock kimi, shift-i basım, gedim hər hansı bir işi görüm, bunu eləyə bilmirik. Amma caps lock-u yandırıb gedib bütün hərfləri böyük yaza bilirəm. Shift-i nə zaman istifadə olunur? Məsələn, shift düyməsini tutub saxlayırıq. Bax, tutub saxlayan kimi fikir ver, klaviaturadakı hərflər böyük oldu. Görsən? Bax, shift-i tutub saxlayan kimi birinci hərfi yalnız böyünən yazmaq üçün istifadə olunur. Shift-i tutub basırıq. Məsələn, Aygün yazmaq istəyirəm. A hərfin. Məsələn, caps lock-u da yandırıb yaza bilərəm. Amma ki, onda gərək ikinci hərfi balacanı yazmaq üçün caps lock-u söndürəm. Ona görə mən birinci shift-i tuturam.
Ondan sonra A düyməsini basıram, birinci hərfi böyünə yazır. Ondan sonra buraxıram əlimi, shiftlə də işim yoxdur. Sonra növbəti hərflər hamısı kiçiklə yazılmış oldu. Ona görə də deyirlər ki, shift birinci hərfi böyük yazmaq üçün istifadə olunur və bir də klaviaturada rəqəmlərin üzərində olan işarələri qoymaq üçün istifadə olunur. Məsələn, yazı yazıram, nida işarəsi lazımdır mənə. Shift düyməsini tuturam, biri basıram. Shift düyməsini tutub biri basanda nida işarəsi qoyacaq. Shift düyməsini tutub 2-ni basanda ət işarəsi qoyacaq. Amma nə vaxt? Klaviaturam ingilis dilində olduğu təqdirdə. Mənim klaviaturam Azərbaycan dili olsa, shiftlə 2-ni bassam, deməli 2 dənə dırnaq işarəsi qoyacaq. 2 dırnaq. Dırnağın açılmasıdır. Shift 3 düyməsi diyez işarəsi qoyacaq. Yenə deyirəm, nə zaman? İngilis dilində olanda. Amma Azərbaycan dilində klaviaturam olanda shiftlə 3 nömrə işarəsi qoyur. Məsələn, mən bunu Azərbaycan dilinə çevirim, burada nömrə işarəsi olacaq. Shiftlə 3 artıq mənim yazdığım yazıda nömrə işarəsi qoyur. Shiftlə 4 Azərbaycan dilində shifti əvvəl tutub saxlayırıq, sonra 4-ü basırıq. Əvvəl 4-ü basıb, sonra shifti basmırıq. Shifti tutub saxlayıb, sonra 4 düyməsini basırıq. Shifti tutub saxlayıb 4 düyməsini basanda nöqtə vergül qoyur. Amma Azərbaycan dilində olanda, klaviaturam ingilis dilində olanda dollar işarəsi qoyur. Klaviaturam yenə ingilis dilində olanda shifti tutub altını bassam, bu qüvvətə yüksəltmənin işarəsidir. Amma Azərbaycan dilində olanda 2 nöqtə qoyur. Sual işarəsi qoymaq istəyirəm. Shifti tuturam, 7-ni basıram. Azərbaycan dilində də, ingilis dilində ənd işarəsi qoyur. Bu əndin işarəsidir. Və işarəsidir. Shift 8 ulduz işarəsi qoyur. Dilindən asılı olmayaraq Azərbaycan dilində də, rus dilində də, ingilis dilində də. Mötərəzə açmaq üçün shifti tuturuq, 9-u basırıq. Mötərəzəni bağlamaq üçün shifti tuturuq, 0-ı basırıq. Altdan xətt çəkmək üçün shifti tuturuq, minus, yəni çıxmaq işarəsini veririk. Üstə gəlmək qoymaq üçün shift bərabər düyməsini veririk. Yəni shift düyməsi bu klaviaturanın belə deyək, həm birinci hərfi böyünə yazır, həm də rəqəmlərin üzərində olan işarələri qoymaq üçün istifadə olunur. Məsələn, klaviaturam ingilis dilində olanda shift bu düyməni basanda kiçikdir işarəsi qoyur. Bu isə böyükdür işarəsi qoyur. İngilis dilində olanda sual işarəsi qoyur. Yəni dırnaq işarəsi, nə bilim, bəzəkli mötərəzə. Bunlar hamısı ingilis dilində olandadır. Amma Azərbaycan dilinə keçəndə avtomatik bunlar olur. Əlifba, Ç hərfi, Ş hərfi, Ə, Ö, Ğ, Ü, Azərbaycan əlifbasının hərfləri. İngilis dilində klaviaturamızın hamısı ingilis dilindədir. W Azərbaycan dilində Ü yazır. Bu işarə Ö yazır. Bu işarə Ğ yazır. Ə, Ö, Ç, Ş. Bunlar hamısı Latın əlifbasının hərfləri ilə istifadə olunur. Bəs yaxşı. Mən bir məsafə qoyanda nəyə basacağam? Bir məsafə space bar düyməsidir. Yəni boşluq düyməsi deyirlər bunun da ikinci adına. Kontrolda yenə tək heç bir funksiyanı yerinə yetirmir. Kontrolu biz keçəcəyik Word dərslərində. Ctrl S yaddaşa verir. Ctrl N yeni pəncərə açır. Ctrl O yaddaşa verilmiş sənədi açır. Ctrl P çapa verilmiş sənəd çapa verir. Yəni bunları Word-də daha çox keçəcək. Bu isə start menyusunun açılmağıdır, baş menyu. Alt da yenə təkcə heç bir funksiya yerinə yetirmir. Məsələn, altı tutub shift-i basanda dil indikatorun dəyişmiş. Bax, gördün keçdi Azərbaycan dilinə. Dil indikatorun dəyişdi. Altla shift düyməsi. Basanda ingilis dilin, klaviaturanın dillərini dəyişmək üçün istifadə olunur. Yəni alt düyməsi də tək istifadə olunmur və burada da təkrar düymələr var. Enter düyməsi yeni sətrə düşmə və bir də daxil etmə düyməsidir. Delete ilə back hər ikisi silməkdir. Amma fərqi var. Delete sağda dayanan simvolları silir. Back isə solda olan simvolları silmək üçün istifadə olunur. Klaviaturanın düymələri haqqında bu qədər. Klaviaturanın düymələri
Deməli, bunlar hamısı klaviaturanın. Bir də klaviaturada numluq düymələri var. Yəni burada görsənmir, amma kompüterimizdə olanda var. Numluq düymələri yanılı olanda deməli kalkulyator rolunu oynayır. Üstə gəlməyə, çıxmaq, vurma, bölmək. Sönülü olanda isə kursoru idarə edən düymələr. Yuxarı, aşağı, sağa, sola keçmək üçün istifadə olunur. Page up səhifəni yuxarı qalxızır. Page down səhifəni aşağı endirir. Home sətrin əvvəlinə, end isə sətrin sonuna keçid üçün istifadə olunur. Bunlar da klaviaturanın düymələri. İndi keçək papkanın yaradılmasına. Biz deməli iş masasında ümumiyyətlə iş masasının nə üçündür? İş masası gördüyümüz bu işarələrdə piktoqramlar deyilir. İş masasında olan bütün bu işarələrin hamısının adı piktoqramdır. Burada qovluq da var, fayl da var, e, qısa yol da var. Qovluq nədir? Sənədlərimizin saxlanıldığı yerə deyirlər qovluq. Yəni faylların saxlanıldığı yer. İstədiyimiz qədər fayl saxlaya bilərik, amma eyni adlı faylı bir qovluqda saxlaya bilmərik. İcazə yoxdur. Eyni adlı qovluqda qovluğun daxilində istədiyimiz qədər qovluq da yarada bilərik. İstədiyimiz qədər fayl da yarada bilərik, amma faylın daxilində qovluq yaratmaq olmaz. Qovluq nədir? Papkadır. Papkanın içərisində nələr olur? Fayllar, sənədlər. İstədiyimiz qədər fayl yerləşdirə bilərik, yalnız eyni adlı fayl olmamaq şərti ilə. Fərqli-fərqli adlarda fayllar yerləşdirə bilərik. Sonra, indi bu iş masasındakı piktoqramları mən böyütmək istəyirəm. Xoşum gəlmir, balacadır deyirsən. O zaman burada iş masasında sağ düymə verirəm. Bu açılan menyuya deyilir kontekst menyu. Buna deyilir kontekst menyu. Bu açılan hissəyə kontekst menyu deyirlər. Kontekst menyu nə üçündür? Kontekst menyu sənədlərin, bütün belə deyək, papkaların kontekst menyusu var. Məsələn, istənilən papkanın, istənilən faylın, istənilən proqramın hər birinin istədiyi qədər belə deyək, kontekst menyusu mövcuddur. Yəni kontekst menyuda nədir? Axı biz bilirik sıçanın 3 dənə düyməsi var. Əslində 2 dənə düyməsi var. Sadəcə bəzi mişqalarda ortada o təkərcik olduğuna görə də deyirlər ki, mişqanın sıçan qurğusunun 3 dənə düyməsi var. Sağ düymə, sol düymə, bir də təkərcik. Sol düymə yalnız, belə deyək də, sol düymə yalnız daxil etmə, göndərmə, yəni sol düymə açıq içərisinə baxmaq üçün istifadə olunur. Məsələn, hər hansı bir proqramı 2 dəfə sol düyməni çıqqıldananda proqram açılır. Məsələn, 2 dənə sol düyməni basanda proqram açılmış olur. Mənim kompüterimdə ilişmələr var. Görə hansısa proqram açıq saxlamışam, ona görədir. Bunları bağlayayım. Hı -hı. Sonra İndi iş masasında başqa nə iş görə bilirəm mən? İş masasında görə biləcəyim işlər iş masasının belə deyək, görünən piktoqramları nizamlaya bilirəm. Formasını dəyişə bilirəm, böyüdə bilirəm, kiçildə bilirəm, hətta itirə bilirəm. Heç kim görməsin mənim iş masasındakı proqramları. Çünki görməyə də bilərlər. Məsələn, bəzən açırıq kompüteri, görürük, heç bir proqram yoxdur ki burada. Səbəbi nəymiş? Gizlədiblər iş masasındakı piktoqramları. Onların hamısını nə ilə eləyirik? Sağ düymə ilə. Açılan pəncərədə sağ düymə ilə deməli istifadə edirik. Məsələn, properties xüsusiyyətlərə baxmaqda sadəcə mənim indi burada mişqam kompüterim ilişib deyə. Bir dəqiqə görüm bu sağ düymə ilişib. Hemen bunu düzəldim. Hı -hı. Çok qəşəng. Sən də görmürsən klaviaturanı.
Ekranı görə bilirsən? Bəli. Sən görə bilirsən, mən görəmirəm. Amma mən burada itib. Çünki bir saat tezdən kompüter işləyə qalıb. Yorulub ucu kompüter. Öz-özünə açılır, bağlanır. Tamam, görək bunu necə düzəldirik. Start menü, o keçərəm, biraz düzəlsin, onu tezdən izah edəcəm. Deməli, start menüsü nə üçündür? Start menüsü bizim baş menümüzdür. Baş menü adlanır. Start menünün içərisində kompüterin bütün proqramları yerləşmiş olur. Nə var, nə yox, yüklədiyimiz, yükləmədiyimiz nələr varsa, hamısı start menüsünün içərisindədir. Məsələn, siz ibtidai sinifdə, ümumiyyətlə də məktəbdə boyama dərsi keçirsiniz, Paint proqramı keçirsiniz. Hardan açırıq Paint proqramı? Start menüsündən. Açırıq Start menüsünü, gəlirik burada aksesuarlar bölümü var. Akses. Lap aşağıda olur. Windows aksesuar. Windows aksesuarın içərisində Paint proqramı yerləşir. Hə, yaxşı. Mən hər dəfə bunu açıb, gedib buradan Paint proqramı yarım saat axtarmalıyam. Yoxsa bəlkə gətirim qoyum əlimin altına hər dərs sən ondan rahat şəkildə istifadə eləyəsən. O zaman gəlirik, götürürük burada sol düyməni tuturuq proqramın üzərində. Bax, sol düyməni tutub saxlayırıq, buraxmamaq şərti ilə. Götürürük o Paint-i, gətirib yerləşdiririk bura. Gördün? Gəldi, dayandı burada. Həmişə də burada qalacaq. Kompüter sönsə də, gələn dəfə yandırsaq da, nağarsıq, qarsıq, hər zaman gəlib burada dayanacaq. Bir dəfə də sol düymə verən kimi Paint proqramı açacaq. Yəni, keçirsiniz məktəbdə Paint proqramı və yaxud da 3D boyama dərsi keçirsiniz. Hamısı da start menüsünün içərisindədir. İş masasında heç vaxt olmur o. Gedirsiniz yarım saat 3D boyamanı axtarırsınız, tapırsınız, onu gətirirsiniz. Bəzən tapa bilirsiniz, bəzən tapa bilmirsiniz. Ona görə hamısından yaxşı tapdığımız bizə lazım olan proqramları açırıq papkanı. Məsələn, ən çox Paint-dən istifadə edirik, Notepad-dən və yaxud da kalkulyatordan istifadə edirik. Götürürük onu, sol düymə ilə tutub saxlayırıq, gətirib yerləşdiririk bura. Və yaxud da bura yerləşdirmək istəmiriksə, hara qoya bilərik? Start menüsünün iç qisminə yerləşdirə bilərik. Necə? Sağ düymə veririk üzərində. Pin to start sözü var burada. Yəni, start menüsünə kliklə, başda saxlatdır. Pin to start veririk. Gəlir, dayanır həmişə Paint burada. Hə, indi sən dərsə girəndə müəllim səni qoymur burada saxlasın proqramı. O zaman Pin to start'a qoyarsan, hər dəfə start menüsünü açanda hələ Pin to start'dan keçərsən də buradan açarsan, Paint'i buradan istifadə edirsən. Ta yarım saat burada Paint axtarmarsan. Bir dəfə də təkrar edirəm. Gəlirsən hər hansı bir proqramın üzərinə, məsələn, Word proqramının üzərinə sağ düymə Pin to start. Gətirib qoyursan bura. Vəssalam. Ləğv eləmək istəyirsən, unpin eləyirsən. Avtomatik olaraq gördün, Word yoxa çıxdı. Təzədən gətirmək istəyirsən, sağ düymə, pin to start. Gəldi, dayandı burada. Hansı proqramı istəyirsən, burada da saxlaya bilərsən və yaxud da burada belə tapşırıqlar panelində də saxlaya bilərsən. Yəni, istədiyin formada saxlamaq mümkündür. Hə, indi ekranın şəklini dəyişmək istəyirsən, ekran şəklini dəyişməkdən ötürü burada tapşırıqlar paneli var. Tapşırıqlar panelinin üzərində sağ düymə verib Taskbar Setting açırsan pəncərəni, belə bir pəncərə açılır. Açılanda keçirsən Home-a və yaxud da keçirsən Background-a. Fərqi yoxdur. Home-a da keçə bilərsən, Background-a da keçə bilərsən. Home-a keçid eləyə bilərsən. Home-da Personal bölümündən eyni pəncərə açılacaq yenə. Burada istədiyimiz ekran şəkillərini qoya bilərik. Hansı şəkil istəyiriksə seçirik, istifadə edə bilərik. Və yaxud da tema qoymaq istəyirəm. Ürəyin istədiyi temanı gətirib kompüterin yaddaşında verə bilərsən. Rəngini dəyişmək istəyirəm kompüterimin. Color hissəsindən rəngini dəyişə bilərsən. İşıqlı, qaranlıq, adam var gecə rejiminə qoya bilir, insan var nə bilim günəşli istəyir. Və yaxud da ekranda olan yazıları mən istəyirəm fərqli formada yazsın.
Font hissəsindən keçirsən, istədiyin fərqli yazını qoya bilərsən. Sonra burada background dedik, color dedik. Lock screen eləyə bilərsən. Yəni sən kompüter açılanda ekrana kilid gəlsin. Kilid ekranı gəlsin. Lock screenlə kilid ekranı qoya bilərsən. Yəni bu hissədə istifadə eləyə bilərsən. Və yaxud da ümumiyyətlə kompüterə kilid qoymaq istəyirsən, o zaman account bölümüdür. Keçirsən account bölməsinə, burada sign in options hissəsi var. Burada üz tanıma, barmaq izi, pinlə, parolla kompüteri istədiyin formada şifrəyə, belə deyək, parola qoya bilərsən ki, heç kim sənin kompüterə giriş eləyə bilməsin. Əlbəttə ki, bu məktəbdə eləmək düzgün deyil, amma şəxsi kompüterin olarsa, şəxsi kompüterdə istifadə eləyə bilərsən. Kompüterində artıq proqram var, onları silmək istəyirsən, app bölməsinə keçirsən, kompüterdə olan bütün artıq proqramları hamısını silə bilirsən buradan. Uninstall eləyirsən, avtomatik silinir. Yenə deyirəm, olmaz silmək, amma bilsən ki, dəqiq artıq bu mənə lazım deyil, istifadə eləmirəm, kompüterin yaddaşından artıq yer tutur. Hə, o zaman silə bilərsən kompüterin yaddaşından hər hansı bir proqramı. Və yaxud da klaviatura dil əlavə eləmək istəyirsən, ingilis dili var səndə sadəcə, rus dili yoxdur, Azərbaycan dili yoxdur. O zaman language hissəsinə keçirsən, burada language seçib add language istədiyimiz dili klaviaturaya əlavə eləyə bilərik. Yəni bunlar hamısı ayarlar bölümü. Necə ki telefonumuzda ayarlar bölümü var. Eyni ilə burada da ayarlar bölümü var. Həmin o ayarlar bölümündə kilid ekranı, nə bilim, internetə qoşma, printer almışıqsa təzə printerə qoşma, sonra səs effektlərinə baxma. Yəni eyni ilə telefonumuzda olan ayarlar bölümüdür ki, gəlib burada da istifadə eləyə bilirik. Sonra burada nə qaldı? Başqa görə, tapşırıqlar panelində nələr olur? Tapşırıqlar panelində start menüsü olur. Sonra istifadə elədiyimiz daimi proqramlar olur. Sonra vaxt olur, zaman olur, vaxtı zaman təyin etmək olur. İstədiyimiz, nə bilim, dil indikatorunu əlavə elə bilərik. Nə istəyirik, bura özümüz gətirib qoyuruq. Sağ düymə veririk buradan. Burada toolbar hissəsi var. Nə istəyirik, gətirib yerləşdiririk. Hansı formada istəsək, gətirib yerləşdirə bilərik. Search istəyə bilərik. Məsələn, bu hissə əgər kimdəsə yoxdursa, bu hissəni gətirib search bölümündən qoya bilirik, axtarış hissəsidir. Sonra desktop hissəsidir, iş masasının ekranının görünüşüdür. Yəni istədiyimiz rejimi rahat şəkildə qoya bilərik. Yəni bunlar hamısı, belə deyim, Windows-un işini idarə etmək üçün istifadə olunur. Sonra başqa nə qaldı burada? Görək, baxaq. Görək nə qalıb. Başqa. Başqa demək olar ki, başqa bir şey qalmadı. Çünki ilk dərsimiz klaviaturanın düymələri, sonra iş masası, bir dənə burada iş masasının piktoqramları itdi. Onun da səbəbi kompüterin yorulmasıdır. Gələn dərs mən bunu açan kimi sən burada papkanın yaradılması, sonra indi hal-hazırda onu eləyə bilmirəm. Çünki piktoqramlar görürsən ki, ekranda yoxdur. Hamısı itdi. Çünki yorulub kompüter səhər saat 8-dən açıq olduğuna görə, özü Zoom proqramı ağır proqramdır deyə yorulduğuna görə iş masam yaxşı işləmir. Eyb yox, işləməsin. Biz başqa dərs keçirik onun əvəzinə, iş masasını gələn dərs keçərik. İndi keçək Word-ə. İlk dərsimiz Word proqramı. Hələ vaxtımıza var onsuz da. Word-ün də girişi örgədə. Ümumiyyətlə, proqramları açmaq üçün 2 dəfə sol düymədir. İş masasındadırsa 2 dəfə sol düymədir. Tapşırıqlar panelində dayanıbsa 1 dəfə sol düymədir. Açanda bizi belə bir pəncərə qarşılayır. Ola bilər, balaca olar, bu formada ekranda dayanar. O zaman nə edirəm? Burada böyütmə düyməsi var, maximize, 4 bucaq pəncərə deyirlər. Bu pəncərəni böyütməkdir. Balacalaşdıra da bilərik. Müvəqqəti bağlaya da bilərik minus düyməsi ilə, tapşırıqlar panelində bizi gözləyəcək. Minus düyməsi ilə müvəqqəti bağlayırıq. X isə ümumiyyətlə çıxışdır. X-i verən kimi proqramdan avtomatik olaraq çıxır. İndi açıldı Word pəncərəsi. Mən yeni sənəd hazırlamaq istəyirəm. Yeni sənəd hazırlamaqdan sonra blank dokumenti seçirəm.
Açıram blank dokumenti. Bu mənim Word-üm. Word ümumiyyətlə mətnin redaksiyası üçün istifadə olunan proqramdır. Yəni mətnlər yazmaq üçün. Birinci gəlir başlıq sətri, sonra menyu sətri, standart alətlər sətri, işçi sahəsi. Başlıq sətrində nələr olur? Sənədin adı, sonra proqramın adı, müvəqqəti bağlama, yenə müvəqqəti bağladım. Sonra müvəqqəti bağlayandan sonra böyüdüb kiçiltmə və bir də X ümumiyyətlə proqramdan çıxış. Word-ün ən məşhur menyusu fayl menyusudur. Fayl menyusunda nələr eləmək olur? New. Bayaqları dedim. Ctrl N düyməsi. N. Ctrl düyməsini tutub saxlayırıq. Klaviaturadan N düyməsini basanda yeni sənəd açılmış olur. Yaxşı, mən hər dəfə hələ ağ sənəd açmaq məcburiyyətindəyəm Word-də. Xeyr. Əgər istəyirəmsə hazır broşurlardan istifadə edeyim, o zaman More template-ə keçirəm. More template-ə keçəndə burada müxtəlif cürbəcür vərəqlər var. Mən bu vərəqləri götürüb özüm üçün iş vərəqi hazırlaya bilərəm. Məsələn, götürdüm, create verirəm, yüklənsin və Word-də belə bir maraqlı şəkil alınır, vərəq alınır. Mən bunu da çapdan çıxarda bilərəm. Necə çıxardacam çapdan? O zaman gəlirəm fayl menüsünü basıram, gəlirəm print əmrini seçirəm və yaxud da Ctrl P deyirlər buna. Print əmri və bu çapdan çıxmış olacaq. Yaxşı, mən bir dənə vərəq çıxartmaq istəmirəm axı. Mən istəyirəm print əmrində bu dənə vərəqdən 5 dənə çıxardım. O zaman nə edəcəm? O zaman gəlirəm kopya hissəsinə, burada yazıram 5. Vəssalam. 5-i yazandan sonra print əmrini verirəm. Print əmrini verən kimi avtomatik 5 dənə kopyanın çıxarılması olur. Belə. Sənədləri printlə çapdan çıxardırıq. New əmri yeni sənəd yaradır. Ctrl N və yaxud da ağ vərəq yox, buradakı belə bir yeni il iş vərəqi çıxarda bilərəm mən özüm üçün maraqlı. Açılacaq, bax burada. İstədiyim yeni il belə deyək, iş vərəqin çıxartmış oluram. Sonra müxtəlif, istədiyim qədər açıb istifadə eləyə bilərəm. Yəni, bunu mənə heç kim deyə bilməz ki, sən niyə bunu buradan elədin? Çapada çox gözəl şəkildə getmiş olur. Bu formada çapdan çıxardıb istifadə. Məsələn, burada Merry Christmas yox, öz adımızı yaza bilərik. İstədiyimiz adımızı burada silib, öz adımızı yaza bilərik. Məsələn, yazdım, məsələn, Aygün. İngilis dilindədir. Yazdım Aygün. Məsələn, Aygünün adını buraya yaza bilərəm. Yazıb sonra çapdan çıxarda bilərəm bu formada. Kağız çapdan çıxacaq. Bu belə hazırlaya bilərəm. Yəni, ağ səhifədə və yaxud da hazır broşurlardan da istifadə edib maraqlı formada sertifikat eləyə bilərəm. Sertifikatlar çıxarda bilərəm. Yəni, Word-də də belə bir işlər mümkündür. Fayl menyusundan New əmrində. Open nə üçündür? Yaddaşa verdiyim köhnə sənədləri açmaq üçün. Buna klaviaturadan Ctrl O düyməsi də deyirlər. Ctrl O köhnə sənədləri açır. Sonra Save yaddaşa verməkdir. Ctrl S düyməsi ilə yazdığım sənədi yaddaşa vermək üçün. Verirəm yaddaşa. İstənilən papkanı seçirəm buradan. Hansı papkaya yaddaşa vermək istəyirəmsə əlbəttə ki, götürürəm. Burada dokumentin adı gəlir. Məsələn, silirəm, yazıram Aygünün dokumentləri, Aygünün sənədləri. Yazdım. Bu Aygünün sənədləri adını yazıb save edirəm. Getdi yaddaşa. Bax, sənədin adı dəyişdi. Yuxarıda oldu Aygünün sənədləri. Oldu burada sənədlər. Sonra, bəs yaxşı, mən Aygünün sənədi səhv yazdım axı, Nərminin sənədi yazmalıydım ora. Bəs mən onu necə eləyim? Aygünün adı səhv getdi orada. O zaman mən gəlirəm burada fayldan Save As düyməsini basıram. Yerini də səhv qoymuşam. Mən dokumentə qoymalı deyildim onu. Mən onu başqa bir papkaya qoymalıydım. Papkanı da seçirəm, dəyişdirirəm. Aygünü də burada silib yazıram. Nərminin sənədləri. Nərminin sənədləri. Adını da dəyişdim, yerini də dəyişdim. Verdim yaddaşa.
Yaddaşa verəndən sonra avtomatik burada oldu avtomatik Nərminin sənədləri. Bəs mənə deyirlər ki, sən onu nə olsun ki PDF Word-də yazmısan, onu PDF-ə çevir. Bəs onu nə edeyim mən? O zaman yenə də fayl menüsuna gəlirəm, save azı açıram, seçirəm, yerini də dəyişə bilərəm, ya qala da bilər. Gəlirəm burada save as type, sənədin tipi. Açıram bunu, verirəm PDF rejimində. Və save verən kimi avtomatik mənim Word-də yazdığım sənəd çevrilir olur PDF. PDF rejiminə çevrilmiş olur. Yəni bu işlərin hamısını kim görür? Save as görür. Save yalnız ilk dəfə yaddaşa vermək üçün istifadə olunur. Deməli, fayl menüsünün içərisində print neynədir? Çapa verdi. New neynədir? Yaddaşa, yeni sənəd açdı. Open neynədir? Yaddaşda olan köhnə sənədlərimizi açmaq üçün istifadə olunur. Save yaddaşa verir Ctrl S-lə. Save as-da nə iş gördük? Save as-da deməli sənədi adını dəyişə bilirik, yerini dəyişə bilirik, tipini dəyişə bilirik. Bəs mən istəyirəm ki, mənim yazdığım Word sənədi kiliddə qalsın. Heç kim onu açıb içərisini oxuya bilməsin. Onda nə edəcəm? Onda gəlirəm fayl menüsündən info seçirəm. Infoda Project Document var. Kildə qoymaq. Açıram bunu. Nə ilə? Deyirəm ki, parolla qoyuram da mən bunu. Parol istəyirəm qoymaq. Password. Keçirəm passwordda. İstədiyim rəqəmi yazıram. Məsələn, 1, 2, 3, 4 yazdım. Okey. Yenə də 1, 2, 3, 4 2 dəfə təkrarlayıram. Okey. Mənim bu sənədim düşdü kilidə. İndi mən bu sənədi bağlasam, bağladım. Gedirəm təzədən açmaq istəyirəm. Gəlirəm Open-ə. Nərminin sənədlərini açıram. Deyir ki, kilidi yaz. Hə, indi mən burada kilidimi yazmamış, mənim o sənədimi heç vaxt açmayacaq. Bax, kilidimi yazandan sonra sənədi, Nərminin sənədləri səhifəsini açmış oldu. Həmişəlik olaraq da bunu özümüz üçün, məsələn də yaza bilərik öz sənədimizdə, heç kim baxmasın o sənədə, o zaman kildə qoymuş ola bilərik. Bunlar hamısı fayl menüsünün içərisində olan, belə deyim, əmrlərdir. New əmri, open, info, save, save as, sonra print, bir də ki, close var. Close da çıxış deməkdir. Bir də printdə burada nə var? Məsələn, sən sənədin 5 dənə səhifədir. Amma sən onun hamısını çapa vermək istəmirsən. Yalnız ikisini çapa vermək istəyirsən. Birinci və ikinci səhifəni və yaxud da birinci və beşinci səhifəni. Deyirsən ki, 3 ilə 4 mənə lazım deyil. O zaman nə edirik? Gəlirik burada page, səhifə hissəsinə. Burada yazırıq 1, 5 qoysam 1, 2, 3, 4, 5-in hamısını çapdan çıxardacaq. Amma mən burada 1, vergül 5 qoysam, yalnız 1-lə 5-ci səhifəyə çıxardacaq. Artıq orada 2-ci, 3-cü səhifə mənə lazım olmayacaq. Burada printin bu hissəsi də, belə deyə də məşhurdur. Çünki bəzən 20 dənə səhifəli sənəd olur, amma deyirlər ki, cəmə 4-cü səhifəyə çıxart. Nəsə 4-dən 9-u çıxart. Hə, o zaman nə edəcəm? Gəlirəm buraya yazıram 4, vergül 9. Yalnız 4-dən 9-u çapdan çıxardır. Yox, 4-dən 9-a qədər istəyirəmsə, 9 qoyuram. O zaman 4, 5, 6, 7, 8, 9 hamısı çapdan çıxmış olur. Səhifənin ölçülərini düzəldə bilərəm. Məsələn, mən istəmirəm A4 rejimdə, albomlu vərəqdə olsun. O zaman portret yox, landscape rejimə qoyuram. Deyirəm ki, albomlu sənəd olsun, albom vərəqləri olsun, albom formasında çıxsın çapdan. Sənədin səhifənin ölçüləri yuxarı, aşağı, sağ, sol, məsafə təyinatın. İstədiyim qədər məsafəni böyüdüb, burada işarəsi də göstərir, kiçildə bilərəm. Bu sənədin səhifəsinin ölçülərini düzəltməkdir. Yəni, fayl menüsündə bu işlərin hamısını görmək olur. Bu Word-ün fayl menüsüdür. Sonra görək burada iş masamız gəlsə çox qəşəng olar. Amma gəlmədi. Aha, tamam, eyb yox. Gələn dəfə iş masasını təkrar edəcəm.
Belə. Bura qədər nə isə başa düşmədiyin, nəsə çətin oldu sənə. Görürəm sıxılırsan, yoruldun oturmaqdan deyəsən. Hə, Nərmin. Nərmin oldu da adın düz dedin. Bəli. Hə. Onsuz da qurtarır, dərsimiz bitir, vaxt bitir. İndi mən bu video kaydı göndərəcəm sənə. Yaxşı. Sən oturarsan Mən evdə. Aha. bəzilərin başa düşmə nədir? Yadımda qalmasa, onda nə edərəm? İndi deyirəm də mən sənə. Mən bu dərsi video kaydı elədim. Yaxşı. Mən bu video kaydı göndərəcəm sənə. Bəli. Sən oturacaqsan kompüterin qarşısında. Mən də videomu qoyacaqsan qarşıya. Mən dediklərimin hamısını tək-tək başlayırsan kompüterdə məşq eləməyə. Yaxşı? Məşq eləyirsən, görsən ki, mən dediyim A səndə yoxdur, alındıra bilmirsən, saxla. Bəli, bəs PDF-li ola bilər. Oxuyum oradan, eləyim. PDF-i bu ofis proqramların PDF-i yoxdur axı qızım. PDF-dəsə, məsələn, videonu qarşıya qoyub məşq eləmək daha rahatdır. Dərs deyil ki, bu mən sənə deyəm ki, hə, filan dərsi gələ elə. Məsələn, sən bir dənə papka yarat. Gör papka yaratma hələ, çünki papka yaratmağa keçmədim məsələn. Klaviaturanın düymələrindən məşq elə. Sonra fayl menüsü Word-u aç, bağla. Fayl menüsünün dediklərimi elə, yaddaşa ver. Buradan işvərəklərini özü üçün düzəlt. Sonra yaddaşa verməyi öyrən. Sonra burada yaddaş adın dəyişməyi öyrən. Bunları məşq elə, videoya baxa-baxa. Yaxşı? Bax əvvəldən mən sənə nə keçmişəmsə, dediklərimin hamısını bir dənə özü üçün məşq elə. Yenə də nə başa düşməsin, deyərsən mən sənə izah eləyərəm gələn dərsdə. Yaxşı. Yaxşı. Çünki bilsən niyə deyirəm? Bu informatika dərsi deyil ki, mən sənə kitab atam, deyəm ki, hə, gəl bu kitabı oxu. Bu informatika dərsi deyil də. Dərs olsa, bu sadəcə praktik olaraq ofis proqramlarını öyrənməkdir. Ha, praktik olduğuna görə mən bir dənə əlacım var ki, video kaydı sənə göndərim. Sən video kaydını dərsdən sonra qoy qarşıya. Mən nə danışmışamsa, sən aç kompüteri, onları başda bir-bir təkrar eləməyə. Ha, onunla elə yavaş-yavaş öyrənəcəksən.